Salam əziz şagirdlər, bugün ümumi tarixdən xalqların böyük köçü, Avropa Hun dövləti və Axun imperiyası haqqında danışacağıq. Başlayaq dərsimizə. Avrasiya materikində türk tayfalarının yaşadığı ərazilər sərt iqlimə malik ərazilər idi. Burada yaşayan əhali ovçuluq və maldarla məşğul oldular. Lakin zaman keçdikcə çöl və səhralar böyüməyə başladı. Bu isə otlaq sahələrin azalmasına gətirib çıxartdı. Nəticədə yeni otlaq sahələri tapmaq üçün türk tayfaları qərbə doğru köç etməyə başladılar. Və həmin qərbə doğru köç edən türk tayfalarını bir ümumi adı altında Hunlar adlandırmağa başladılar. Hunların qərbə doğru köç etməsinin bir sıra sosial-iqtisadi siyasi səbəbləri də var idi. İndi onları bir-bir qeyd edək. Hunların qərbə doğru köç etməsinin səbəbləri sosial-iqtisadi və siyasi səbəbləri var idi. Sosial-iqtisadi və siyasi səbəbləri var idi. Əsas siyasi səbəb, uşaqlar, qısa yazam, Böyük Hun imperiyasının dağılması oldu. Əsas siyasi səbəb Böyük Hun imperiyasının dağılması oldu. Çünki Böyük Hun imperiyası dağıldıktan sonra Hun tayfaları başsız qaldılar. Və onlar başladılar bir-birinə mübarizə aparmağa. Və siyasi səbəblərdən biri də tayfalar arası mübarizə. Tayfalar arası mübarizə. İmperiya dağıldıktan sonra tərkibindəki tayfalar qaldı başsız. İkinci, iqtisadi səbəb, uşaqlar. İqtisadi səbəb. Otlaq sahələrinin azlığı idi. Otlaq sahələrinin azlığı. Otlaq sahələrinin azlığı. Sosial səbəb isə əhalinin sayının artması. Əhalinin sayının artması. Bunların köç etməsinin sosial-iqtisadi siyasi səbəbləri bunlardır. Əhalinin sayı artır, otlaq sahələri də azdır. Nəticədə nə olur? Həmin bu əhali otlaq sahələri ələ keçirmək olur, bir-birlərdə mübarizə aparırlar. Yəni tayfalar arası mübarizədir. Siyasi səbəb. Böyük Hun imperiyası dağıldı, qaldılar başsız. İqtisadi səbəb, otlaq sahələri az, sosial səbəb, əhali sayı çox. Əhali sayı çox, otlaq da çatmır deyə bir-birlə mübarizə aparırlar. Və bu da tayfalar arası mübarizədir. Bütün bunlar bunların qərbə doğru köç etməsinə gətirib çıxartdı. Və 4-7-ci əsrləri 4-7-ci əsrləri əhatə edən bu köç tarixə xalqların böyük köçü adı ilə daxil olmuşdur. Xalqların böyük köçü adı ilə daxil olmuşdur. 4-7-ci əsrləri. Və qərbə doğru köç edən türk tayfalarla bərabər bu ərazilərdə yaşayan qotlar və alanlar da türklərlə birlikdə qərbə doğru köç etməyə məcbur oldular. Yəni Qərbi Avropaya doğru köç etməyə məcbur oldular. Və çünki türklər tarix boyu əsarət altında yaşamağı sevmirdilər. Ona görə də onlar öz dövlətlərini qurmaq üçün qərbə doğru köç etdilər. Və bir hissəsi isə uşaqlar, türk tayfalarının bir hissəsi Ön Asiya və Mərkəzi Asiya istiqamətində hərəkət etdi və qərbə doğru köç edən həmin bu Hun tayfaları 370-ci ildə İdil çayını burada göstərib, 370-ci ildə İdil çayını keçərək İdil çayı ilə Don çayı arasında yaşayan Alanların ordusunu məğlubiyyətə uğratdılar və daha sonra isə gəldilər, çıxdılar Qaradəniz sahillərinə və burada Krım yarımadasında yaşayan Oskotları məğlubiyyətə uğratdılar. Oskot tayfalarında Oskot dövlətinə süquta uğratdılar və sonra Dunay çayı ilə qərbə doğru hərəkət edərək gəldilər Macaristana, yəni Pannoniya ərazisində yerləşdilər və burada öz dövlətlərini yaratdılar 378-ci ildə. İndi bunları bir-bir qeyd edək. Deməli, qərbə doğru hərəkət edən Hunlar 370-ci ildə Don çayı ilə İdil çayının arasında yaşayan Alanları məğlubiyyətə uğratdılar. Hunlar Alanları məğlub etdilər 370-ci ildə. Alanları məğlub etdilər. Daha sonra 371-ci ildə biz hansı döyüşü keçdik? Sasani-Roma arasında Dizrab döyüşü. Həmin ildə eyni vaxtda bir hadisə budur. 371-ci ildə Hunlar Krım yarımadasında yaşayan Oskotları məğlubiyyətə uğratdılar və Oskot dövlətində varlığına son qoydu. Oskotları məğlub etdilər. 374-cü ildə Balamir Qərb Hunlarının başçısı seçildi. Balamir Qərb Hunlarının başçısı seçildi. Qərb Hunlarının başçısı. Sonra o da qeyd edeyim ki, Qərb Hunlarının ilk başçısı Tanrı xan olmuşdu və 2-3-cü əsrlərdə Tanrı xan Azərbaycanın şimalında möhkəmlədikdən sonra Anadoliyada yürüşlər etmişdi. 374-cü ildə isə Qərb Hunlarının başçısı Balamir seçildi. Balamir seçildi.
Həmin bu Balamir 378-ci ildə Pannoniyada, yəni bugünkü Macarıstan ərazisində Avropa Hun dövlətinin əsasını qoydu. Avropa Hun dövlətinin əsasını qoydu. Hun dövlətinin yaranması 378-ci ildə Avropa Hun dövlətinin əsasını qoydu və bu dövlət 470-ci ilə qədər mövcud olmuşdur. Dövlətin əsasını qoydu Balamir, paytaxtı isə Pannoniya şəhəri, bugünkü Macarıstanın şəhəri. Və beləliklə Hunlar Cənub-Şərqi Avropanın İdil çayı ilə Volqa çayı, yəni İdil çayı ilə Dunay çayı arasındakı İdil çayı ilə Dunay çayının arasındakı ərazilər keçdi Hunların əlinə. Avropa Hun dövləti. Avropa Hun dövlətinin ən qüdrətli hökmdarı isə Attila olmuşdu. Attilanın hakimiyyətləri 434-453-cü illərdir. Attila uşaqlar 434-cü ildən 445-ci ilə qədər dövləti qardaşı Bleda ilə birlikdə idarə edirdilər. 445-ci ildə qardaşı Bleda öldükdən sonra Attila dövləti tək başına idarə etməyə başladı. Attilanın uşaqlar hakimiyyəti dövründə Avropa Hun dövləti böyük bir imperiya çevrildi. Böyük bir imperiya çevrildi və bu imperiya şimalda Baltik dənizindən, burada göstərirəm, şimalda Baltik dənizindən, cənubda Balkan yarımadasına qədər, şərqdə İdil çayı, yəni Volqa çayından, qərbdə isə Reyn çayına qədər olan ərazini əhatə edirdi. Attilanın hakimiyyəti dövründə Avropa Hun dövləti imperiya çevrilir və dövlətin ərazisi şimalda Baltik dənizindən, cənubda Balkan yarımadasına qədər, şərqdə İdil Volqa çayından, qərbdə isə Reyn çayına qədər olan əraziləri əhatə edir və bu dövlətin ərazisinə müasir Avstriya, Macarıstan, Rumıniya, Çexiya, Slovakiya, Rusiyanın cənubu və Almaniya bir hissəsi daxil idi. Dedik ki, 445-ci ildən etibarən Attila dövləti tək başına idarə etməyə başlayır və Attilanın Şərqi Romaya və Qərbi Romaya 2 dənə Balkan səfərləri var idi. Birinci Balkan səfərlərinin şu an Şərqi Romaya, yəni Bizans imperiyası üzərinə idi. 434-cü ildə Attila Bizans imperiyası ilə Konustan sülhünü imzalayır. Konustan sülhünü imzalayır. Bu sülh müqaviləsinin şərtləri bunlar idi. Birincisi, Bizans Hunlara tabi olan tayfalarla əlaqə saxlamayacaq. Hunlardan qaçıb Bizans ərazisində gizlənənlərə sığınacaq verilməyəcək. Üçüncüsü, tərəflər müəyyən olmuş sərhəd qəsəbələrində ticarət əlaqələri edə bilərlər. Dördüncüsü, Bizans hər il Hunlara illik xərac verəcəkdir. Bir daha təkrar edək. Bizans Hunlara tabi olan tayfalarla əlaqə saxlamayacaq. 2. Hunlardan qaçıb Bizans ərazisində gizlənənlərə sığınacaq verilməyəcək. 3. Tərəflər müəyyən olmuş sərhəd qəsəbələrində ticarət əlaqələri edə bilərlər. 4. Bizans hər il Hunlara illik xərac ödəməlidir. Lakin Bizans bu konstitusiyonun şərtlərini pozmağa başladı. Ya illik vergini gecikdirir, vaxtında ödəmir, ya da ki Avropa Hun imperiyasının tərkibinə daxil olan tayfalara müəyyən hədiyyələr verməklə onları dövlətə qarşı qaldırıb, üsyana qaldırdı. Bütün bunlara dözməyən Attila 447-ci ildə Bizansın üzərində ikinci dəfə hücuma keçdi və Bizansın paytaxtı Konstantinopolun düz qala qapılarına qədər gəlib çatır. Və bunu eşidən Bizans imperatoru 2-ci Feodosiy dərhal öz elçisini Attilanın yanına göndərir və deyir ki, onun bütün şərtlərini qəbul edirəm. Və bu dəfəki şərtlər daha ağır oldu. Belə ki, Bizans bir dəfəlik 6000 librə, hər il isə 2000 librə qızıl verməyi öhdəsinə götürdü. Və Bizansın özünə asıl vergisini saldıqdan sonra Attila Qərbi Roma imperiyası üzərində də hücuma keçməyə başladı. Lakin hücuma keçmək üçün buna bir bəhanə lazımdır. Bəhanə də oldu ki, Attila öz nişanlısı Honoriyaya çatacaq əraziləri Qərbi Romada istədi. Öz nişanlısı Honoriyaya çatacaq əraziləri Qərbi Romada istədi və Qərbi Roma imperatoru buna rədd cavabı verdi və bu rədd cavabı iki dövlət arasında müharibəyə səbəb oldu. Və 451-ci ildə Attila böyük bir ordu ilə Qalliyaya doğru yürüşə çıxır. Qalliya, yəni bugünkü Fransa ərazisinə. Və o yolda Burqutları məğlubiyyətə uğradır və Orlean şəhərini ələ keçirir. Gəlib çatır Katalan çölünə. Və 451-ci ilin iyul ayında Qərbi Roma imperiyası ilə Avropa Hun imperiyası arasında Katalan çölündə döyüş baş verir. Katalan döyüşü. 451-ci ilin iyul ayında. Bu döyüşdə Qərbi Roma ordusunun başında Attilanın uşaqlıq dostu Aetsi dururdu. Aetsinin atası Alman idi, yəni Qot tayfasının idi, anası Roman idi və uşaq vaxtı Aetsi Hunları əsir düşmüşdü və
ox atmaqda, at çalmaqda çox məharətli idi və Attila onun xəttini çox istəyirdi. Və Aetinin bu vəzifəyə, yəni Qərbi Roma ordusunun başına kimi gəlib çıxmasında bir neçə səbəbləri var idi. Birincisi, Aetinin Hun dilini yaxşı bilməsi, çünki əsir olub, təbii ki, biləcək. Hun dilini yaxşı bilməsi, Hunların döyüş taktikası ilə yaxından tanışlığı və üçüncü, özünün şəxsi hərbi bacarığı. Bu səbəblə Aetini gətirdi, Qərbi Roma ordusunu başa çıxartdı. 451-ci ilə baş vermiş bu döyüşdə iki tərəfdən Attilanın 200 min ordusu var idi və hər iki tərəfdən 160 min insan həlak olur, lakin qəti qələbə qazanan olmur. Və gecə ikən Roma ordusu geri çəkilir. Roma ordusunun tərkibində uşaqlar, Qotlar, Franklar və bir sıra muzlu döyüşçülər də vuruşurdular bu Katalan döyüşdə və geri çəkilirlər. Lakin Attila geri çəkilən Roma ordusu təqib eləmir, çünki Roma əskərləri arasında yolxucu xəstəlik yayılmışdı. Ehtiyat edir ki, o xəstəlik bunun ordusuna da keçir. Ona görə də geri çəkilən Roma ordusunu Attila təqib etmədi və geri qayıtdı Pannoniya, daha ciddi hazırlaşaraq 452-ci ildə təkrar Qərbi Roma imperiyasının üzərinə hücuma keçdi və düz gəldi Roma şəhəri və ona qeyd edək ki, Roma üzərinə hücuma keçərkən Katalan döyüşündə Attilaya qarşı vuruşan Qotları da cəzalandırır. Və 452-ci ilə gəldi Roma şəhərinə çatanda Roma papası 1-ci Leon dərhal gəlir Attilanın yanına xahiş edir ki, Roma şəhərini dağıtmasın və Attila da Papa 1-ci Leonun xahişini və İtaliyada yolxucu xəstəliyin yayılmasını nəzərə alaraq Roma şəhərini dağıtmır və Romadan da illik xəracını alır. Qərbi Romanı da beləcə özünə tabe edir. Bundan sonra Attila Sasani dövlətini özünə tabe etmək istəyirdi, lakin 453-cü ilə müəmmalı şəkildə öldüyünə görə o bu arzusunu gerçəkləşdirə bilmir. Və Attilanın ölümündən sonra hakimiyyətə əvvəz onun böyük oğlu gəlir. Lakin onun böyük oğlu Alman tayfalarının qaldırdığı qiyam nəticəsində həlak olur. Yəni üsyan nəticəsində həlak olur və kiçik oğlu, Attilanın kiçik oğlu Caba isə Macaristanda yeni dövlətin əsasını qoyur və bunun da Cabanın Macarıstanın paytaxtı Budapeştdə heykəli var idi. Və 470-ci ildə dövlət dağılır. Avropa Hun imperiyası dağılır. Bizans tarixçisi, 5-ci əsrdə yaşamış Bizans tarixçisi deyir ki, Attilanın taxtalardan və şalvarlardan ibarət böyük bir saray vardı və bu sarayın düz ortasında bunun taxtı yerləşirdi. Və Attila ziyafət zamanı qonaqlarına yeməyi gümüş qablarda verirdi. Özü isə taxta boşqabda yeyirdi. Ziyafətdə də, yəni içki zamanı içkiləri isə qonaqlarına qızıl və gümüş qədəhlərdə təqdim edirdi. Özü isə taxta kasada içirdi. Taxtada nə görmüşdü bilmir. Və Avropa tarixçiləri Attilanı Makedoniyalı İskəndər və Yuli Sezarla eyniləşdirirdilər. Yuli Sezarla. Avropa əhalisi isə Attilanı dünyanı titrətmək üçün doğulan və Tanrı qırmancı Attila adlandırırdılar. Avropa əhalisi Attilanı dünyanı titrətmək üçün doğulan və Tanrı qırmancı Attila adlandırırdılar. Sonra uşaqlar, hal-hazırda bir çox türk xalqları və Macarlar özlərini Hunların varisi hesab edirlər. Çünki Macaristanın adı Avropalılar Macaristana Hungari deyirlər. Yəni Macar ölkəsi Hunların ölkəsi. Hungari. Ona görə də Macarlar və bəzi türk xalqları özlərini Hunların varisi hesab edirlər və o cümlədən də bizim Tovuz rayonunda Hun dərəsi adlı bir toponimimiz var. Hun dərəsi adlı bir toponimimiz var və buranın əhalisi özlərini Hunların varisi hesab edirdilər. Sonra Hunlar haqqında bu qədər. İndi isə keçək Ahun imperiyasına. Qeyd etdik ki, biz xalqların böyük köçü zamanı Hunların bir hissəsi qərbə doğru, yəni Avropaya doğru gəldilər, bir hissəsi Ön Asiya və Mərkəzi Asiyaya doğru gəldilər. Və bu birisi xəritəmizə göstərək. Və bir hissəsi dedi ki, Ön Asiya, Mərkəzi Asiyaya doğru gəldilər
və onların da bir hissəsi gəldilər Qərbi Türkistana. Qərbi Türkistana gələn Hunlar burada Axun İmperiyasının əsasını qoydular. Qərbi Türkistana gələn Hunlar burada Axun İmperiyasının əsasını qoydular. Sonra Qərbi Türkistan bugünkü Qazaxıstan, Qırğızistan, Özbəkistan, Türkmənistan, Tacikistan və Əfqanistanın bir hissəsinə deyilir. Qərbi Türkistan ərazisinə Qazaxıstan, Qırğızistan, yəni müasir indiki Qazaxıstan, Qırğızistan, Özbəkistan, Türkmənistan, Tacikistan və Əfqanistanın bir hissəsi aiddir. Və Axun İmperiyası da həmin o ərazidə yaranıb. Axun İmperiyası. Axun İmperiyası, buradan yazaq. Axun İmperiyası. Axun İmperiyası 4-cü əsrin ikinci yarısında yarandı. 4-cü əsrin ikinci yarısında yaranmış və 567-ci ilə qədər, 567, 567-ci ilə qədər mövcud olmuşdur Axun İmperiyası. Axun İmperiyasının paytaxtı Sakala şəhəridir. Sakala, bugünkü Pakistanın Sialkot şəhəri. Pakistanın Sialkot şəhəri. Axun İmperiyasının paytaxtı. 5-ci əsrdə hakimiyyətə gəlmiş Eftal xanın adı ilə bu dövlətə həm də Eftalitlər dövlətinə deyilir. Eftalitlər dövlətinə deyilir. Axun İmperiyasına, Axun dövlətinə həm də Eftalitlər dövlətinə deyilir. Dövlətin paytaxtı Sakala şəhəri. Axun İmperiyasının ərazisi uşaqlar Qobi səhrasından Xəzər dənizinə qədər olan böyük bir ərazini əhatə edirdi. Yəni Çindən, yəni Qobi səhrasından ta Xəzər dənizinin sahillərinə qədər olan ərazini əhatə edirdi Axun İmperiyasının ərazisi. Sonra mənbələrdə Azərbaycan ərazisində, qədim dövrlərdə Azərbaycan ərazisində yaşamış Kadusi, orta əsrlərdə isə yaşamış Abdal tayfalarını, Axunların varisləri hesab edirlər. Qədim dövrdə Azərbaycan ərazisində yaşamış Kadusiləri və orta əsrlərdə yaşamış Abdalları Axun İmperiyasının varisi hesab edirlər. İndi bu tayfanı necə yadda saxlayacaqsınız? Kadusunu bilirsiniz. Kaspi, Kadusi, Atropatenada, Albaniyada yaşayanlardır. Abdalları isə belə yadda saxlaya bilərsiniz. Abdal, Eftal, belə yadda saxlayarsınız. Abdal, Eftal. Sonra Axun İmperiyasının uşaqlar ən qüdrətli hökmdarlarla biri, bugün iki hökmdarla keçəcəyik, biz danışacağıq əsasən Aksuvarla Mihraquldan. Ən qüdrətli hökmdarlardan biri Aksuvar xandır. Axun İmperiyasının ən qüdrətli hökmdarlardan biri Aksuvar xandır. Aksuvar xan 430-cu ildə hakimiyyətə gəlmişdi. Və Aksuvar xan hakimiyyətə gələndən sonra artıq fəal xarici siyasət yürütməyə başladı. Hətta onu qeyd edək uşaqlar. Sonra Axun İmperiyasının şimal sərhədlərində şimal qonşusu Göytüklər idi. Şərq qonşuları isə, qərb qonşuları isə Sasanilərdir. Baxın, Axun İmperiyası Qobi səhrasından Xəzər dənizinin sahillərinə qədər olan əraziləri əhatə edirdi. Şimal qonşuları Göytüklər, qərb qonşuları Sasanilər və cənub qonşuları isə Hindistandır. Hindistan. Sonra Axun İmperiyasının ən qüdrətli hökmdarlarından biri dedi ki, Aksuvar xandır. 430-cu ildə hakimiyyətə gəlmişdir və Sasani şahı Firuzun hakimiyyətə gəlməsində Aksuvar xana kömək etmişdir. Sasani şahı Firuzun hakimiyyətə gəlməsində Aksuvar xan ona kömək etmişdir və Sasaniləri də özünün asılı vəzifədə salmışdır. Lakin az sonra Sasani şahı Firuz böyük bir qoşun toplayaraq hücum edib Aksuvarın üzərinə. Çörək dizinin üstündə də bunu sən hakimiyyətə gətirəsən, sonra sənə qarşı çıxar. Və Aksuvar xan Turan taktikasından istifadə edərək Sasani ordusunu mühasirəyə alır və Sasani şahı Firuz hər iki ordunun əskərlərinin gözü qarşısında, həm Axunların, həm də Sasani ordusunun əskərlərinin gözü qarşısında Aksuvar xanın qarşısında diz çökərək ondan bağışlanmasını yalvarır. Və Aksuvar xan da onu bağışlayır. Və çox keçmədən yenidən Firuz yenə böyük bir qoşunla Aksuvarın üzərinə hücuma keçir. Aksuvar xan amma bu dəfə tədbirli davranır. Belə ki, o Sasani ordusunu keçəcəyi yollarda üstü örtülü xəndəklər düzəldir və Firuz da başda olmaqla onun ordusu həmin o Axunların qazdığı xəndəklərə düşür. Və beləcə Firuzu 484-cü ildə beləcə məhv edir. Və
Həmin döyüşdən sonra 484-cü il yürüşün əsasında Axunlar Heratı da ələ keçirirlər. Heratı tuturlar 484-cü ildə. Demək, 430-cu ildə hakimiyyətə Aksuvar gəlir, Sasani Şahı Firuzu hakimiyyətə gətirilməsində köməlik göstərir və onu özünə asır və salırlar ki, Firuz hücum eləyir Aksuvarın üzərinə, Tural taktikasından istifadə edən Aksuvar Firuzun qarşısına diz çökdürüb yalvardaraq bağışlayır. Sonra 484-cü ildə ikinci hücumu zamanı üstü örtülü xəndəklərlə Sasani ordusu düşərək məhv olur və Heratı da tutur. Sonra Firuzun ölümündən sonra uşaqlar hakimiyyətə 484-cü ildə Firuzun oğlu 1-ci Qubad gəlir. Biz bunu Azərbaycan tarixində yaxşı bilirik. 1-ci Qubadın bilirsiniz, hakimiyyətdə olarkən artıq Məzdəkilər hərəkatı baş vermişdir 481-ci ildə. Ona görə də 1-ci Qubad da iri feodalları özünə tabi etmək üçün Məzdəklər istifadə edir, lakin bunu devrirlər və 1-ci Qubad kör peşman gəlib düşmənin yanına. Kimin yanına? Axunların yanına. Və Axun imperatorunun yanına gəlir, ondan kömək istəyir və Axun imperatoru öz qızını 1-ci Qubada ərə verir və 1-ci Qubad da Axunların köməyi ilə Məzdəkilər hərəkatını 529-cu ildə yatırır. Və 1-ci Qubadın da həmin o Axun imperatoruna bir dənə oğlu olur. Oğlunun adı 1-ci Xosrov Ənuşiravan. Yəni Ənuşiravan, nə Xosrov? Ənuşiravan. 1-ci Qubad da öləndən sonra 531-ci ildə 1-ci Qubad öləndən sonra hakimiyyətə gəlir 1-ci Xosrov Ənuşiravan. Və 1-ci Xosrov Ənuşiravanın da anası təbii ki Axun imperatorunun qızı idi. Və 1-ci Xosrov Ənuşiravan gəldi hakimiyyətə. Bayaq qeyd etdiyimiz kimi Axunların şimal qonşuları Göytüklər idi. Qərb qonşuları isə Sasanilərdir. Və Axun imperiyasının ən qüdrətli hökmdarı isə uşaqlar Mihraqul xan idi. Mihraqul 6-cı əsrin əvvəllərində hakimiyyətdə olmuş Mihraqul xan. 6-cı əsrin əvvəllərində. Aksuvar haqqında bunlar dedik. Mihraqul xan. Mihraqul xan. Mihraqul xanın dövründə dövlət daha da böyüyür və Mihraqul xan böyük nizami ordu yığaraq Hindistan üzərə hücuma keçir və Hindistanın şimal-qərbini tamamilə Axun imperiyasına birləşdirir. Və Mihraqulun ordusunda 700-ə yaxında, 700-dən çox döyüş fili də var idi. Lakin imperiyanın daha da genişlənməsi idarə etməni çətinləşdirir. Çünki ərazi böyük, idarə etməkdə çətindir. Ona görə də artıq imperiyanın ərazisinin böyüməsi imperiyanın zəifləməsinə də gətirib çıxarır. Çünki idarə etmək çətindir. Və nəticədə imperiyanın ərazisində üsyanlar baş verməyə başlayır. Yəni tabe edilən xalqların üsyanları baş verir. İkincisi, imperiyanın ərazisində müxtəlif dinlər yayılır. Üçüncüsü də ki, feodallar müstəqil siyasət yeritməyə çalışırlar, yəni müstəqil olmaq istəyirlər. Bütün bu işlərə səbəb imperiyanın ərazisində üsyanların baş verməsi, ikincisi imperiyanın ərazisində müxtəlif dinlərin yayılması, üçüncüsü də ki, feodalların müstəqilləşmək istəməsi üsyanlara səbəb olur. Və bundan da istifadə edən Göytüklər və Sasanilər 567-ci ildə Göytük xaqanı İstəmi xan və Sasani hökmdarı 1-ci Xosrov Ənuşiravan ikisi birlikdə hücum edirlər Axun imperiyasının üzərinə və Axun imperiyasının süquta uğradırlar. Torpaqlarında iki dövlət arasında bölürlər. Bir hissəsi Göytüklərə, bir hissəsi Sasanilərə. Və 567-ci ildə bu dövlət dağılır. Hə uşaqlar, dərsimiz bu qədər. Biraz da başdan təkrar edək. Deməli, xalqların böyükçüsü 4-7-ci əsrləri əhatə etdi. 370-ci ildə Hunlar Alanları məğlubiyyətə uğratdı. 371-ci ildə Oskotları məğlubiyyətə uğratdı. 371-ci ildə biz bir döyüşlə keçdik. Dizirab döyüşünü. Daha sonra 374-cü ildə Balamir Qərb Hunları başçısı seçildi. 378-ci ildə Avropa Hun dövlətinin əsasını qoydu. 434-453-cü illərdə hakimiyyətdə Atilla idi. 434-447-ci illərdə Bizansa hücumudur. 451-452-ci illərdə Qərbi Romaya hücumudur. 453-cü ildə ölür. 470-də dövlət dağılır. Axun imperiyası 4-cü əsrin ikinci yarısından 567-ci ilə qədər mövcud olmuşdu. 5-ci əsrdə hakimiyyətdə olmuş Eftar xanadı ilə dövlət həm də Eftaritlər dövləti də adlanırdı. Sonra paytaxtı Sakala şəhəri idi
Qərbi Hun İmperiyası, yəni Axun İmperiyasının paytaxtı, yəni Avropa Hun İmperiyası paytaxtı Pannoniya şəhəridir. Axun İmperiyası Qobi səhrasına, Xəzər dənizinə qədər olan əraziləri əhatə edir. Şimal qonşusu Götürk, qərb qonşusu Sasanilərdir. Cənubda da Hindistanın şimal-qərbi Mihraqul özünə tabe etmişdi. Aksular 430-da hakimiyyətə gəlmişdi. Sasani şahı Firuzun hakimiyyətə gətirilməsinə köməlik göstərmişdi. 484-cü ildə Sasani şahı Firuzun məğlubiyyətə uğradıb öldürüb Heratı ələ keçirir. Daha sonra Mihraqulda hakimiyyətə gəlir. 700 döyüş firvadi Hindistanın şimal-qərbini tutmuşdur və 567-ci ildə dövlət Sasani Göytürk arasında parçalanaraq bölünür. Süquta uğradır. Dərsimiz bu qədər. Sağ olun.